Əvvəlki bölməmizdə də qeyd etdiyimiz kimi, Bebras Təşkilat Komitəsi tərəfindən müraciətimizin təsdiqinə dair bizə göndərilən elektron post məktubunda, həmçinin Slack qrupuna üzv olmaq üçün link də göndərilir. Həmin linkə klik edək. Slack qrupumuzu iş masası tətbiqində açmaq istəyiriksə, bu zaman Open Slack, yox əgər brauzerdə açmaq istəyiriksə, bu zaman Use Slack in your browser əmrini seçirik. Gəlin iş masası tətbiqində açaq. Open Slack. Ümumiyyətlə Slack, Bebras icma üzvlərinin, təşkilatçıların, koordinatorların bir-biri ilə ünsiyyət qurması, mesajlaşması, fayl və digər resursları paylaşması üçün nəzərdə tutulmuş rəqəmsal bir platformadır. Bu platformanı ünsiyyət zamanı dünyanın mühüm şirkətləri və təşkilatları da istifadə edirlər. Bebras Slack qrupu bir neçə bölmədən ibarətdir. Gəlin həmin bölmələrlə tanış olaq. Elanlar bölməsi. Bu bölmə qrupun əsas informasiya mərkəzi rolunu oynayır. Çünki burada ən vacib informasiyalar, yeniliklər və elanlar paylaşılır. Bu, bütün üzvlərin, koordinatorların izləməli olduğu bir bölmədir. Və bu bölməni yalnızca təşkilatçılar idarə edirlər. Koordinatorlar bölməsi. Bu bölmə ümumilikdə koordinator və təşkilatçılardan ibarətdir. Bebras müsabiqəsinə dair təşkilati məsələlər, ümumi ideyalar və suallar bu bölmə vasitəsilə həyata keçirilir. Məsələ tərtibi bölməsi. Bebras müsabiqəsinə dair hər hansı bir məsələ tərtib etmisinizsə, bu bölmə vasitəsilə paylaşıb, digər qrup üzvləri ilə də müzakirələr apara bilərsiniz. Texniki problemlər bölməsi. Burada rastlaşdığınız texniki problemlərinə dair suallarınızı verib və texniki dəstək komandasından kömək əldə edə bilərsiniz. Təkliflər bölməsi. Təkliflər bölməsi vasitəsilə müsabiqənin təşkilinə dair özünüzə məxsus təklif və ideyalarınızı burada bölüşüb müzakirə edə bilərsiniz. Add Channel bölməsi vasitəsilə isə siz özünüz də müxtəlif kanal və bölmələr yarada bilərsiniz.